Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bugün baxırıq üçbucaqlar mövzusuna. Dərslərimiz üçün uşaqlar əlaqə nömrəsi qeyd etmişəm, o nömrəyə yaza bilərsiniz. Deməli, keçək dərsimizə. Üçbucaqlar ümumiyyətlə üç tərəfi olan fiqura üçbucaq deyilir. Oh, are you kidding? Üçbucağımızı çəkək. Burada deməli təpə nöqtələrimizi qeyd edək, tərəfləri qeyd edək. Baxın, indi deyirsiniz ki, buranı hətta keçərsiniz ki, hə, bilirik də tərəf nədir, təpə nədir? Xeyr, bilmirsiniz. Bərabər yanlı, bərabər tərəfli üçbucaqda indi qeyd eləyəcəm niyə bilmədiyinizi. Çox təəssüf ki, qeyd edirəm. Baxın, A, B, C bizim təpələrimizdir. A, B, C. Kiçik A, B, C isə bizim tərəflərimizdir uşaqlar. Deməli, təpələr nədir bildik, tərəflər nədir bildik. Bucaqlardan danışaq bir də, yəni üçbucaq haqqında nəzəri məlumatları tez verək. Baxın, bu hissə olsun alfa, bu hissə olsun beta, bu hissə də olsun qamma. Bilirik ki, üçbucağın daxili bucaqları cəmi 180 dərəcəyə bərabərdir və istənilən ixtiyari fiqurun xarici bucaqlarının cəmi 360 dərəcədir. Yadınızda qalsın. Yəni bu çox bucaqlı olar, 4 bucaqlı olar, 3 bucaq olsun, fərqi yoxdur. İstənilən fiqurun xarici bucaqlarının cəmi, yəni tam bucaq 360 dərəcədir axı uşaqlar. Bunu keçdik keçən dərs. Ona görə də yadınızda qalsın belə. Və xarici bucaqların qeyd etsək, məsəl üçün alfanı belə uzadıb çəkmək olar, alfa 1, betanı belə çəkmək olar. Beta 1, qammanı bu şəkildə çəksək, qamma 1. Yəni alfa 1, beta 1, qamma 1 cəmi bizə verəcək 360 dərəcəni. Yaxşı, indi deməli qeyd edək nələrdən? Məsəl üçün, gözlüm bu alfa 1, beta 1-i başqa rənglə qeyd edim ki, indi burada bir şey göstərəcəm. Alfa 1, beta 1 və burada beta 1, burada da qamma 1. Uşaqlar, üçbucağın bir xarici bucağı, baxın, bir xarici bucağı özünə qonşu olmayan, beta 1-in qonşusu haradır? Betadır, düzdür? Qonşu olmayan iki daxili bucaq. Baxın, qonşu olmayan biri qammadır, biri alfa. Baxın, onların cəminə bərabərdir. Yəni, beta 1 bərabərdir, özünə qonşu olmayan iki daxilinin cəminə. Alfa üstəgəl qammaya. Eynisini yaza bilərik alfa 1 üçün. Alfa 1 bərabərdir, qamma üstəgəl betaya. Eynisini yaza bilərəm qamma 1 üçün. Qamma 1 bərabərdir, alfa üstəgəlinsin betaya. Deməli, nə bildik, nə öyrəndik? Üçbucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İndi, tərəf bucaq arasındakı əlaqəni qursaq, onda nə yazarıq? Uşaqlar, videonu dediyim kimi saxlayaraq bunları qeyd edə bilərsiniz. Deməli, baxın, indi biz qeyd edək, məsəl üçün, bucaqlarımız arasında uyğunluğu. Məsəl üçün, alfa böyük olsun betadan, o da böyük olsun qammadan. Düzdür? Onda, yadınızda qalsın, böyük bucaq qarşısında böyük tərəf durur. Yəni, mənim bucağım böyükdürsə, qarşısında duran tərəfim də böyük olmalıdır. Burada ən böyük bucaq alfadır. Düzdür? Ən böyük bucaq alfa olduğundan, onda biz burada qeyd eləyərik nə? Alfanın qarşısındakı tərəf B-dir. Deməli, ən böyük tərəf olacaq B. Sonra beta bucağı böyükdür. Betanın qarşısında durur A. Deməli, sonra böyük olacaq A. Sonra da qamma. Qammanın qarşısında da C. Deməli, qamma ən kiçik bucaq olduğundan ən kiçik tərəf də olacaq. Bu da belə, bunu da belə yadda saxladıq. İndi bir qeyd olaraq da burada bir üçbucaq çəkib, daha doğrusu üçbucaq deyil, ancaq ki onun xassəsinə uyğundur. Baxın, belə bir fiqur verib sizə, tutaq ki, bu əlavə bir qeyddir. Alfa, beta, qamma qeyd edib. Yəni, üçbucaq dərsində var bu sual. Qamma qeyd edib. Burada da bir x qeyd edib. Həmin bu x bucağı içərdəkilərin cəminə bərabərdir. Yadınızda qalsın. Yaxşı. Yəni, xaricdə olan içərdəkilərin cəmi olacaq. Bu da belə. Yaxşı, üçbucaqda bunu bilir. Gəlin, indi gedək üçbucaq bərabərsizliyinə. Üçbucaq bərabərsizliyi, yəni topluda birinci bölmə. Üçbucaq bərabərsizliyi nədir?
Məsəl üçün, bizə gəlin ixtiyari üçbucaq üçün işləyək birinci. Üçbucağım da verib və tərəflər verib. A olsun, B olsun, burada olsun X. Deyir X-in aldığı qiymətləri tap. Ala biləcəyi qiymətlərin cəmini tap, ən kiçiyini tap, ən böyüyünü tap. Gəlin buna baxaq. Bizim üçüncü tərəfimiz bu ikisinin cəmindən təbii ki, böyükdən kiçik çıxılır. Ona görə modul da yazıram uşaqlar. Yəni böyük çıxılsın kiçik. Kiçikdir X-dan, o da kiçikdir A üstə gəlinsin B-dən. Yəni ədəd desək, məsəl üçün nümunə olaraq göstərsək, 5, 7, burada olsun X, düzdür? Deməli, mən yazacağım. 7 çıxılsın 5 kiçikdir X-dan, o da kiçikdir 7 üstə gəl 5-dən. Bu da olacaq 2, kiçikdir X, kiçikdir 12. Onda ən kiçik qiymət nədir uşaqlar burada? 3, düzdür? Yəni 2-ni almır, 3. Ən böyük qiymət nədir bəs? 11. Aydın oldu? Bu qədər. Bunu da belə bildik. Ondan sonra digərlərinə baxaq. Məsəl üçün alfa ilə verilən. Bu birinci bölmədə də, amma indi qeyd eləyəcəyim uşaqlar, sinuslar, kosinuslar teoremində verib bunu. Bilmirəm niyə, yəni nə əlaqə orada verib. Açıq onu mən də bilmirəm. Amma mən baxın öz uşaqlarıma da elə öyrətmişəm ki, görəndə çox vaxt sinus kosinus dərsində verdiyinə görə uşaq çaşır ki, mən bunu necə yazmalıyam? Yəni avtomatik sinus kosinus düsturları gəlir ağlına. Amma uşaqlar yadınızda qalsın, əgər tərəflə əlaqəli bir şey veribsə və burada ixtiyari bir alfa bucağı veribsə, 90-dan kiçik, 90-dan böyük deyirsə, bilin ki, orada üçbucaq bərabərsizliyindən söhbət gedir. Yaxşı, yadda qalır ümidvaram. Burada bir alfa qeyd edirəm. Düzdür? Yazıram burada A, burada B, burada da X. Məndən X-in aldığı qiymətləri soruşur və alfanı da verib ki, kiçikdir 90-dan. Bax, var üçbucaqlar dərsində 7-ci bölmədə bu sual. Kiçikdir 90-dan. Bu nə deməkdir? 90-dan kiçikdirsə deməli, iti bucaqdır. Düzdürmü? İti bucaqdır. İti bucağın onda qaydasını yazacağım. İti bucağın qaydası belədir ki, yenə də modulda A çıxılsın B, kiçik olmalıdır X-dan. O da kiçikdir kök altında A kvadrat üstə gəl B kvadratından. Ancaq ki, uşaqlar, alfa böyük olarsa 90 dərəcədən, yəni kör bucaq olarsa, kör bucaq. Onda, yəni belə paralel öyrənin ki, yadınızda qalsın. Yaxşı, kör bucaqlı üçbucaqda belə olur. Qeyd eləyək. Yəni baxın, kör bucaqlı üçbucaq. Yaxşı? Hə, kör bucaqdırsa, onda yazacağıq ki, kök altında A kvadrat üstə gəl B kvadratı kiçikdir X-dan, o da kiçikdir A üstə gəl B-dən. Baxın, belə yanaşı öyrənəndə daha yaxşı yadınızda qalacaq. Nəinki ayrı-ayrı öyrənsəz. Yaxşı, belə qruplaşdırıb öyrənin. Deməli, iti bucaq olanda kvadrat kökdən kiçik olur, amma kör bucaq olanda böyük olmalıdır. Bunu da belə bildik. Biri də var ki, hər üçü iti bucaq olsun. Hər üçü iti bucaq ola bilər də uşaqlar. Hər üçü iti bucaq olsun. Məsəl üçün qeyd eləyirəm burada alfa, beta və gamma. Düzdür? Hər üçü iti bucaqdırsa, burada da məsəl üçün bir x-ımı qeyd eləyim, AB-mi qeyd eləyim. Onda mənim üçüncü tərəfim kök altında yenə modulda A kvadrat çıx B kvadrat. Yəni burada böyükdən kiçik çıxılmalıdır. Kiçikdir X-dan, o da kiçikdir kök altında A kvadrat üstə gəlinsin B kvadratından. Yadda qalsın. Bu üçbucaq bərabərsizliyini də belə bildik. Yəni deyirəm, çətin bir şey yoxdur. Sadəcə olaraq çalışın ki, qaydanı qəşəng öyrənəsiniz ki, qəşəng də yadınızda qalsın. Nümunələrlə də göstərdim demək olar ki, necə nə düşür. Yaxşı, üçbucaq bərabərsizliyi getdi. Keçək indi hündürlüyə, mediana, tənbölənə. Nədir bunlar? Hündürlükdən danışaq. Uşaqlar, deməli, gəlin çəkək üçbucağımızı. A, B, C. Buradan da bir dənə BH hündürlüyü çəkilsin. BH hündürlüyü. Və buna da nə deyək? Məsəl üçün A tərəfinə çəkilən hündürlükdürsə HA deyərəm. B tərəfinə çəkilibsə HB, C tərəfinə çəkilibsə HC. Yəni gəlin onları da çəkək. Məsəl üçün bu tərəfim A-dır, bu tərəfim B-dir, bu tərəfim C-dir. Bura çəkilir onda HC, bu tərəfimə də çəkilir HB. Düzdür? Qaydalarımıza baxaq. Yadınızda qalsın. Tərəf vurulsun hündürlük bərabər olur həmişə. A vur H-a bərabərdir B vurulsun HB-yə, o da bərabərdir C vurulsun HC-yə.
Yaxşı uşaqlar. Məsəl üçün tərəflərimizi verər, hündürlüyün birini verər, birini soruşar və s. Yəni bunların hər biri bir-birinə nə olur? Bərabər olur. Hündürlük yəni 90 dərəcə deməkdir uşaqlar, onu da qeyd eləyim. Yaxşı. Başqa burada bir də bilməliyik tərəflə hündürlüklə əlaqəli. Məsəl üçün A tərəfi, yenə deyirəm, ən böyük olsun, sonra B böyük olsun, sonra C böyük olsun. Bucaqda dedik ki, böyük bucağa böyük tərəf uyğun gələr, ancaq ki, hündürlükdə elə deyil uşaqlar. Böyük tərəfə kiçik hündürlük uyğun gəlir. Kiçik tərəfə də böyük hündürlük. Yəni A ən böyük tərəfdirsə, onda HA ən kiçik hündürlükdür. Onda o da kiçikdir HB-dən, o da kiçikdir HC-dən. Yadınızda qalsın. Yaxşı. Bunu da belə bildik. Hündürlüklə başqa bağlı nə deyərəm? Bir də uşaqlar, hündürlüyün çəkilmə qaydasını gəlin deyim. Məsəl üçün iti bucaqlıdırsa, elə məsəl üçün baxın bu. İti bucaqlıda belə çəkilir hündürlük. Ancaq kör bucaqlı üç bucağı bayaq göstərdim mən sizə. Belə çəkdim də, düzdür. Kör bucaqlı üç bucaqda baxın, hündürlük xaricdən çəkilir. Bax, üç bucağımı çəkirəm. Bunun hündürlüyü xaricdə olur. Yəni bax, buradan çəkmək lazımdır. Ümidvaram yadda qalar. İndi hesab edin ki, bunun məxrəci 30 durmuşam. Gözləyin, məxrəcəyə aşağı yəni. Belə olsun. Baxın, hündürlüyüm xaricdə qeyd olunacaq. Bu mənim hündürlüyümdür. Yaxşı. Bu da belə. Bu xarici, yəni kör bucaqlı üç bucağın hündürlüyü olur. İti bucaqlıda da bildiyimiz qaydada olur. Ondan sonra danışarıq nədən? Hündürlüyü bildik. Kör bucaqlıda qeyd etdik. Düz bucaqlı qaydasında düz bucaqlıda izah eləyərəm. Bir də hündürlüyün əlaqəli düsturları var uşaqlar. Yəni necə? Məsəl üçün iki tərəfə çəkilən hündürlük və HC olsun. Məsələn HA ilə HB-dən danışsaq, HC-ni necə uyğunlaşdırıb tapa bilərəm? Yəni bu adətən olimpiyadaya hazırlaşan uşaqlar üçün lazım ola bilər. Dim imtahanında çox istifadə olunmayan düsturdur. HA vurulsun HB bölünsün HA üstə gəlinsin HB-yə. O kiçik olmalıdır 3-cü hündürlüyümdən. O da kiçik olmalıdır. Bu ikisinin hasili bölünsün modulu. Modul fərqi yəni. Modulda yenə böyükdən kiçik çıxılmalıdır. Bu qədər. Bu düsturda qalsın. Dediyim kimi, olimpiyada uşaqlarına daha çox lazım olacaq. Bir də hündürlüyün tapılması. Məsəl üçün, hündürlük düzdür. Burada sahəni tapıb getməyə daha rahatdır. Çünki uşaqlar, bax, gəlin hündürlüyün tapılmasına aid biraz nümunələr yazım. Bax, məsəl üçün, hündürlüyümdür. A tərəf. Bu da çəkilən HA olsun. Mənim sahə düsturum 2/1 AH-dır. AH-A yəni. Yəni, mən tərəfim verilərsə, sahəm verilərsə, HA-nı buradan tapa bilərəm. Sahəm verilməyibsə, üçbucağın sahə indi qeyd eləyəndə deyərdim, amma deyim, heronla tapılır. Üç tərəfi verilən üçbucaqdırsa, heron düsturu ilə tapılır. Heron düsturu sayəsində biz tapa bilərik. Ancaq ki, herondan çıxan da bir düsturum var, qeyd eləyirəm. HA bərabərdir. Əzbərləmək olaraq yadda saxlamaya da bilərsiniz. Amma yenə də qeyd eləyək. HA bərabərdir 2 vurulsun kök altında perimetr vurulsun perimetr çıx A, perimetr çıx B, perimetr çıx C. Üç tərəfi verilən üçün və bölünsün həmin o A tərəfi. Yəni bu sahədir. Bu da bizim tərəfimiz. Yəni bu da heronun düsturudur, belə deyim. Başa düşdü hamı. Perimetr də burada heronu bilirik də. Perimetr yarım perimetr götürülür. A, B, C'nin cəminin yarısı olur. Bu da bizim heron düsturumuz. Bunu da qeyd etdik. Başqa bir də bayaqki kimi qeyd olaraq bir şey göstərə bilərik ki, bu da Pifagordan irəli gəlir bu. Bunu da Pifagor dərsində deyərəm. İndi başınız qarışmasın. Yaxşı, hündürlükdən bu qədər. Gəlin keçək mediana. Median nədir? Median uşaqlar. Üç bucağımızı çəkək. A, B, C və bir dənə B, M medianı qeyd edirəm burada. Median yadınızda qalsın. Tərəfi yarı bölür. Yəni bu tərəfi x olaraq böləcək. Tərəfi yarı bölür. Medianların indi bəzi xassələri var. Məsəl üçün bütün medianları mən burada çəksəm, bir dənə AK medianı çəkək, bir dənə də CD medianı olsun. Aha, gəlin işləyək.
Medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə bölünür. Bax, ona görə dedim ki, bayaqları deyir sizə təpə bilirik. Xeyr, təpə buradır. Yəni götürüb buradan yazmayın ay uşaqlar. Yaxşı, təpədən başlayaraq 2-nin 1-ə bölünür. Yəni bura 2x-dırsa, bura x olur 2-nin 1-ə. Bura 2y-dirsə, bura y olur. Bura 2z-dirsə, bura z olur. Burada bir o nöqtəsi olsun. İndi bax, topluda var bu sual. Məsəl üçün AK-nın OK-ya nisbətini istəyər sizdən. Düzdür, uşaqlar? AK deyir 2y, neçə yazacağıq? 3y bölünsün OK nədir? Baxın, bir dənə y. 3y bölü y, yəni 3-ün 1-ə nisbət deməkdir. Ya da 3 deməkdir. İndi necə veribsə cavablarda. Nə bilim, CD-nin CO-ya desə, baxın, CD 3 dənə Z bölünsün, CO nədir? 2 dənə Z. Yəni bunun cavabı olacaq 3 bölü 2, yaxud da 1/5. Cavabı necə veribsə. Aydın oldu bu da. Medianlar kəsişmə nöqtəsində deməli 2-nin 1-ə nisbətdə bölünür. Bunu da bildik. Medianı tapmağın qaydalarına baxaq. Məsəl üçün A tərəfinə median çəkilib, yəni MA medianı necə taparım? MA bərabərdir 2-də 1 kök altında 2b kvadrat üstə gəlinsin 2c kvadratı çıxılsın a kvadratı. Bu A tərəfinə çəkilən median üçündür. Eyni qaydada digərlərini də tapmaq olar. Bir də uşaqlar, topluda medianın perpendikulyarlığı ilə bağlı çox düstur düşür. Gəlin amma birinci bunu qeyd edeyim. Medianların kvadratları cəmi bərabərdir. Bu da olimpiyada uşaqları üçün daha əhəmiyyətli düsturdur. 4-də 3 a kvadrat, b kvadrat üstəgəl c kvadratı. Yadda qalsın. İndi gələk medianların perpendikulyarlığına. Məsəl üçün bizə verib ki, MC medianı perpendikulyardır MB medianına. Düzdür? Və bizə də deyər ki, MA-nı tap, yaxud da A tərəfini tap. İndi deyərsiniz necə perpendikulyar olurlar? Gəlin çəkim, göstərim. Bu üç bucaqdır. Bura olsun BC. Baxın, bu olsun MC medianı. Bu da olsun MB medianı. Baxın, MB, bu da MC. Yuxarıdan da bir dənə MA çəkilib. MA medianı. Perpendikulyardırsa MB ilə MC, onda burada qeyd edirik ki, burada 90 dərəcə əmələ gəlib. Yaxud da bu hissədə 90 dərəcə əmələ gəlib. Yaxşı, 90 dərəcə. Yəni perpendikulyarlıq o deməkdir. İndi yaxşı. Belə olan halda MA bərabərdir. Gəlin MA-nı tapaq. MA bərabərdir kök altında. Medianların kvadratları cəmini Pifagor kimi MB kvadrat üstəgəl MC kvadratına. A tərəfi bərabərdir kök altında. Digər tərəflərin kvadratları cəmi bölünsün 5-ə. Yadda qalsın bunlar. Yaxşı uşaqlar. Bu da belə. Sonra medianla bağlı deyərəm ki, median tərəfi yarı bölür, eyni zamanda sahəni də yarı bölür. Yəni, əgər bir yuxarıdan M medianı çəkilibsə, məsəl üçün AM medianı, onda mənim sahələrim yarı bölünəcək. Ondan sonra, əgər medianların hər biri çəkilərsə, onda burada 6 dənə bərabər sahə yaranacaq. Baxın, 6 dənə sahə yaranacaq. Bu da belə. Deməli, median sahəni də yarı bölür. Uşaqlar, topluda var əslində bu tipli sual. Yenə də qeyd eləyim. Amma yenə deyirəm, başqa yolla da yazmaq olar. Yəni sadəcə düsturla yazılmalıdır deyə bir şey yoxdur. Sadəcə düsturlar da verilir, biz də sizə ötürürük. Bu bizim M medianımız olsun. Burada perimetr 1, bir də perimetr 2 olsun. Bizə deyər ki, M-i tap. M-i tapmaq üçün uşaqlar, bir də ümumi perimetr. Ümumi bu üç bucağın perimetrinə də P deyirəm. Onda mənim perimetrlərimin cəmindən bu ümumi P-ni çıxıb 2-yə bölsəm, mənə medianı vermiş olar. Yadda qalsın. Bu da belə. Gəlin indi gedək tənbölənə. Görək tənbölən nədir? Yenə üç bucağımızı qeyd edirəm. Deməli, hündürlüyü kəsişdiyi tərəflə 90 dərəcə əmələ gətirir. Median tərəfi yarı bölür. Tənbölən də bayaqları keçdik. Bucağı yarıya bölür. Düzdür? Məsəl üçün yazıram. A, B, C. Burada da B, T tənböləni çəkilsin. Onda mənim bu bucağım yarı bölünəcək. Bura deyirəm A, bura olsun B. Bura deyirəm C,
Burada olsun de. Çox vaxt MN olaraq işarə edirlər. Gəl biz də elə yazaq. MN olsun bura tutaq ki. Onda ümumi tərəfim də B-dir uşaqlar. Onda burada yazarıq ki, A bölünsün M tənbölənin xassəsi. Bir türk müəllim deyir. Munun muna, munun da muna. A bölünsün M bərabərdir. C bölünsün N-ə. Yadda qalsın. Yaxşı. Eyni zamanda sahələri də bu nisbətlərə uyğunlaşdırmaq olar. Yəni, yaza bilərəm ki, mənim S1-im bölünsün S2-im hansı tərəflərdir? S1-ə uyğun A-dır. A bölünsün C-yə, düzdürmü? S2-yə uyğun da C-dir. O da nəyə bərabərdir? M bölünsün, A-nın altında M-dir, C-nin altında N-dir. M bölünsün N-ə. Baxın, yəni tənbölən elə bir ki, hərəkət oxşarlıq simmetriya dərsinə çox oxşuyur. Tənbölən burada çox istifadə olunur. Yəni bu nisbətləri bildik. Ondan sonra tənbölən L hərfi ilə işarə olunur. Tənbölənlə bağlı yaza bilərəm ki, L kvadratı bərabərdir. Tərəflərin, yan tərəflər vurulsun. AC vurulsun. Çıxılsın M-in. Tənböləni bu şəkildə də tapmaq olar. Ondan sonra tənbölənin başqa bir düsturunu qeyd etsəm, tənbölənin bərabərdir. Yenə deyirəm, bu düsturda, indi yazdığım düsturda olimpiyada uşaqlar hazırlaşan varsa, onlar üçün daha əhəmiyyətlidir. L bərabərdir. 2 bölünsün yan tərəflərimin cəmi A üstəgəl C. Kökü altında hansı tərəf uyğun çəkmişdim? B-yə uyğun çəkmişəm də. Həmin bu yan tərəflərin hasili vurulsun həmin bayaqki yarım perimetr və perimetr çıxılsın B-yə uyğun çəkdiyim üçün B-ni də oradan çıxıram. Bu düsturum da var. Perimetr yenə deyirəm, tərəflərin cəminin yarısıdır. Yəni yarım perimetrdir. Ümidvaram aydın oldu. Tənbölənlə bağlı da bu qədər. Yəni qeyd etmədiyim nəsə olmadı. İndi bu 3 dənə qeyd etdiyimiz münasibətlərin uyğunluğuna baxaq. Məsələn, bir dənə üçbucaqdır. Bax, bunlar artıq qeydlərdir. Konspektdə qeydlər olaraq işarəliyim bunları. Üçbucağımı çəkirəm. Bu mənim üçbucağım. Düzdür. Burada qeyd edirəm A, B və C. Tutaq ki, mənə belə bir qeyd verib burada. Bax, belə bir hissə çəkib. Aha. Və alfa bucağını da burada qeyd edib. Yaxşı. Gəlin indi bu alfanı tapaq. Alfanı tapmaq nə deməkdir? Alfa bərabərdir 90 dərəcə üstə gəlinsin. Həmin alfa hara söykənib? Bura söykənib də bucaq B bölünsün 2-yə. Bu qədər sadə. Üç bucaqlar dərsində var bu sual uşaqlar. İkinci bölmədə deyəsən 20 neçəndisə sualdır. Bucaq B bölünsün 2. Düzdür. Əgər ki bu xaricdə olardısa, məsələn, gəlin bunu burada yazım. Alfa bərabər oldu nəyə? 90 dərəcə üstə gəlinsin. Bucaq B böl 2. Əgər xaricdə qeyd olunubsa, məsələn, baxın bu şəkildə. Bu şəkildə qeyd olunub. Burada bir beta deyək. Onda mənim bu beta bucağım bərabər olmalıdır. 90 dərəcə çıxılsın. Yenə hara söykənib? B-yə söykənib də bucaq B bölünsün 2-yə. Deməli, daxildə olanda toplayıb bölmək lazımdır 2-yə. Xaricdə olanda çıxıb bölmək lazımdır 2-yə. Bu da belə yadda qalsın. Uşaqlar, bir də ki, əgər median tənbölən hündürlüyə qayıdaq, əgər ki, bir təpədən eyni anda median tənbölən hündürlük çəkilibsə, yəni deyirsiniz necə olur o? Gəlin çəkim, siz də baxın. Hündürlüyüm düz xətt çəkilsin. Bu hündürlüyüm olsun. Bu mənim tənbölənim. Bu da mənim medianım. Bax belə, çəkilə bilər. Və çəkməyinizi də istəməyəcək onsuz da. Sadəcə deyəcək ki, bunları müqayisə elə. Çəkilibsə yadınızda qalsın. Ən böyük mediandır, yəni median böyük bərabərdir hündürlükdən, da doğrusu tənböləndən, o da böyük bərabərdir hündürlükdən. Ən kiçik hündürlük olur, ən böyük median olur. Yadınızda qalsın. Təbii ki, bərabər də ola bilərlər bir-birlərinə. İndi üçbucaq bilənlər bilir ki, bərabər yanlı və bərabər tərəfli üçbucaqda, bərabər yanlıda yalnız təpədən oturacağı çəkilən, bərabər tərəfli üçbucaqda isə bütün median tənbölən hündürlüklər bir-birinə bərabər olur.
Gələk arada qalan bucağa. Məsəl üçün medianla tənbölən, hündürlüklə tənbölən, medianla hündürlük arasında qalan bucaq. Onu soruşa bilər. İndi qayda nümunə olaraq da göstərərəm. Uşaqlar, əgər tənbölən söhbəti varsa orada yadınızda qalsın ki, oturacaqlar fərqi bölünsün 2-dir cavab. Əgər medianla hündürlük istəyirsə, cavab oturacaqlar fərqidir. Yəni deyirsiniz ki, o necə olur? Gəlin çəkək. Məsəl üçün bir dənə 3 bucaq da çəkirəm. Və buradan bir dənə M çəkilib, bir dənə də L çəkilib. Yəni medianla tənbölən çəkilib. Burada da bir alfa var. Sizə deyir ki, sualda həmin bu alfa bucağını tap. Onda bura bir x deyirəm, bura bir y deyirəm. Onda mənim alfam baxın medianla tənböləndir. Deməli nə edəcəm? Oturacaqlar fərqi böyükdən kiçik çıxılır. Bölünsün, tənbölən varsa 2-yə böl. Məsəl üçün hündürlüklə tənbölən olsa yenə də x çıx y böl 2. Əgər ki hündürlüklə median olsaydı uşaqlar, onda yalnız cavab x çıxılsın y olacaqdı. Yadınızda qalsın. Tənbölən varsa ümumiyyətlə tənbölən yarı bölür. Oradan yadınızda saxlayın ki, bölmək lazımdır. Yaxşı. Bu da belə. İndi baxaq, orta xətt, Fales teoremi, bunlar nədir? Deməli, orta xətt uşaqlar, gəlin çəkək. Deməli, üçbucağımızı çəkək. Bu bizim üçbucağımız olsun. Qeydiyyatımızı edək. A, B, C və bir dənə də MN. MN. Düzdür. MN burada orta xəttdir. İndi bunun nəzəri qaydasında deyək ki, MN paralel olur oturacağa. Çünki oturacağa uyğundaxı. Düzdür. Məsəl üçün AB tərəfinə, baxın, AB tərəfinə də mən paralel xəttimi çəkərəm. O da olar, bax, bu. Sonra BC tərəfimə də uyğun paralelimi çəkərəm. O da olar, bu. Düzdür. İndi bunlardan əlavə gəlin qeyd eləyək. Deməli, MN əgər AC-yə paraleldirsə, onda sahələrin belə olur. Yuxarı hissəm 1S, aşağı hissəm 3S olacaq. Onda mən qeyd eləyərəm burada nə? Qaydalarımdan AM bərabər olmalıdır MB-yə. Fales teoreminə görə, yəni bura x-dırsa, burada x olmalıdır. Eyni zamanda bura y-dirsə, burada y olmalıdır. Yaxşı. Ancaq ki, bura A olarsa, onda mənim oturacağım 2A olmalıdır. Yəni, olmalıdır nə? Yarısı. Onda paralel xəttimi çəksəm, AB-yə paraleldir. 2x deyil, onda bura olacaq x. Onda bura nə olar? 2y-dirsə, burada olar y. Yəni, paralel olduğu tərəfin yarısı olur. Onda perimetrlə bağlı nə yazaram? Perimetrlə bağlı uşaqlar verərik burada nə? Perimetr MBN, yəni balaca üçbucağın perimetri, baxın söhbət burada bu üçbucaqdan gedir. Bərabərdir. 2də 1 perimetr ABC-yə, yəni onun yarısına bərabərdir. Ümumi perimetrin yarısına. Amma sahə isə SMBN isə bərabər olmalıdır 4də 1 SABC-yə. Bu da yadda qalsın. Və sahələr də S-in 3S olaraq nisbətdə bölünür. Əgər ki, burada bütün orta xəttlər verilsəydi, onda sahələr bərabər bölünəcəkdi uşaqlar. S olaraq. Yaxşı. Və bunlar da bir-birinə bərabərdir. Yəni, S qeyd eləməyimdən bəllidir onsuz da. Bu da belə. Məsəl üçün, uşaqlar, belə də ola bilər, ha. Nisbətlərimiz də bərabər ola bilər. Yəni necə? Bir dənə belə versin, bir dənə belə versin. Məsələn, buranı 3A verər, buranı da verər 2 nə olsun? 2A olsun. Yəni bunlar bərabər olmalıdır. Düzdür. Onda mənim 3-ün 2-yə nisbətdirsə, bu biri tərəfim də olmalıdır. Yəni burada olar 3B, 3-ə uyğun 3B, 2-yə uyğun 2B. Yadda qalsın bu da paralellik qaydasıdır. Ondan sonra, yəni deyirsiniz ki, mən bayaqları bərabər dediniz axı. Bayaqları uşaqlar x veribsə, y, yəni digərlərinin də uyğunluğunda bərabər veribsə, sualda onsuz belə verir. Bax, digərlərinin bərabərliyini verir, bu hissəni vermir. Onda alırsınız ki, x bura y-dir, onda burada y-dir. Nə bilim, buranı vermir. Onda bura x-dirsə, burada x-dir, y-dir, vəsə. Ancaq bilin ki, nisbətlərimiz bərabər olmalıdır. 3-ün 3-ə, 2-nin 2-yə, 4-ün 4-ə, 10-un 10-a və s. Yaxşı, ümidvaram bu da yadda qalar. Bir dənə məsəl üçün nümunə yazaq buna uyğun.
Məsələn, bizə belə bir üçbucaq verib, düzdür? Orta xətti də qeyd edib və buranı verib 8, buranı verib 6. Bura x-dir, bu da 4-dür. Və deyir ki, x-i tap. Necə taparam? Ümumiyyətlə, nisbət olaraq da tapa bilərəm və yaxud da uşaqlar yazaram ki, 6 bölünsün 8 bərabərdir. Birinci 6 ilə başlamışamsa, burada da x bölünsün 4. X böl 4. Artıq faiz nisbət tənasüb dərsindən bilirəm ki, 8x bərabərdir kənar hədlərin hasili, orta hədlərin hasilinə. 6 vur 4-ə, 24-ə. X də bərabər 3. Bu qədər sadə. İndi gəlin baxaq, bərabər yanlı, bərabər tərəfli üçbucaqlar, düzbucaqlı üçbucaq, yəni üçbucağın növlərinə baxaq. Bərabər yanlı üçbucaqla başlayaq. Deməli, bərabər yanlı üçbucaq. Uşaqlar, çəkək üçbucağımızı və xəstələrin qeyd eləyək, kifayətdir. Bu bizim olsun üçbucağımız. Nə olsun ki, biri balaca, biri uzun, biri qısadır. Üçbucağı qeyd etdim. Bura olsun A. Yadınızda qalsın. Əgər yanlar bərabərdirsə, oturacaqlar da bərabər olmalıdır. Əgər ora alfadırsa, burada alfa olmalıdır. Bərabər yanlı üçbucaqda bayaq dediyim təpədən oturacağa çəkilən, baxın təpədən oturacağa çəkilən hündürlük, median, tənbölən bir-birinə bərabərdir. Yəni çəkilən hündürlük həm mediandır, həm tənbölən. Çəkilən median həm hündürlükdür, həm tənbölən. Başa düşdünüz? Əgər ki yan tərəfə çəkilibsə, onda mediandırsa mediandır, hündürlükdürsə hündürlükdür, fərqi yoxdur. Amma təpədən oturacağa çəkilibsə, onda hər biri bir-birinə bərabər olmalıdır. Xəstələrə baxaq. Məsəl üçün, bura olsun n, bura olsun m. Bu da bilinmir də, başqa bir ədəddir. Məsələn, x-dır. Nə hündürlükdür, nə mediandır, nə tənbölən. İxtiyari çəkilmiş xəttdir. Həmin o x bərabərdir. Bu olimpiyadada düşə bilər. X bərabərdir yan tərəfin kvadratından həmin bu m vurulsun n-i çıxmaq lazımdır. Ondan sonra məsəl üçün bizə verər ki, nə? Bir dənə burada üçbucağımı çəkim. Burada da bir nöqtə qeyd edim. N, m fərqi yoxdur və balaca bir x, y çəkilib. Buradan bir x çəkilib, buradan da bir y çəkilib. Və bu x hara paraleldir? Bura paraleldir. Y də bu istəmə paraleldir. Yəni yan tərəflərimə paralel xətlər çəkilib. Onda mənim bu x üstəgəl y-imin cəmi, yəni kiçiklərin cəmi ümumi yan tərəfimi verməlidir. Eyni qaydada uşaqlar. Bu əgər h1, h2 olarsa, h1, h2 və bir dənə də böyük h-ım çəkilərsə, h3-üm, onda h3-üm də bu kiçik h-ların cəmi olmalıdır. h1 üstəgəl h2-nin cəmi olmalıdır, yadda qalsın. Bu qədər. Bərabər yanlıdan bu qədər. Bərabər tərəfli üçbucağa baxaq. Uşaqlar, testdə əgər bərabər tərəfli üçbucaq düşübsə, bilin ki, işiniz çox rahatdır və çox asandır. Bu bir. İkincisi, nə bilirsinizsə onu da test üzərində qeyd eləyin ki, siz biləsiniz ki, cavab, nəticə hara gedir. Uşaqlar, bərabər tərəfli üçbucağın bütün daxili bucaqları bir-birinə bərabərdir və 60 dərəcəyə bərabərdir. Çəkilən hündürlük, median, tənbölən bir-birinə bərabərdir. H, M, L. Hər biri bir-birinə bərabərdir və təbii ki, tərəflərim də bir-birinə bərabərdir. Bərabər tərəfli üçbucaq haqqında danışa bilərik nədən? Məsəl üçün, yazaram ki, h bərabərdir m-ə, o da bərabərdir elə. Yenə deyirəm, düstur öyrənməyinizin tərəfdarı deyiləm əslində uşaqlar. Ancaq ki, bəzən lazımdır. Amma buna lazım deyil. Sadəcə qeyd edirəm, a kök 3 bölünsün 2 deməkdir. Amma biz bunu Pifagordan da gəlib çıxa bilirik də, Pifagordan. İndi Pifagoru izah eləyəndə bunu da izah eləyərəm. A kök 3 bölü 2-yə bərabərdir. Mənim daxilə çəkilən çevrəmin radiusu a bölünsün 2 kök 3-dür. Böyük radiusum da 2 r-ə bərabərdir də. Onda burada nə çıxır? A bölünsün kök 3 çıxır. Düzdür uşaqlar? Bu belə. Mənim hündürlüyüm böyük r-imlə kiçik r-imin cəminə də bərabərdir. Ondan sonra burada başqa qeyd edə bilərəm ki, işim var. Burada sonra qeyd edə bilərəm nələrdən? Perimetrim 3-ə. Gəlin onda artıq xəstələrə keçək də. Xəstələrdən yazarıq. Burada üçbucağımızı çəkib x, y-lərimizi qeyd etsək. Baxın, bu bizim üçbucağımız.
çəkdim. Mərkəzdə bir xəttimi qeyd edirəm. Y, Z, bir dənə də belə bir xəttim olsun. Aha. İxtiyari xətlərdir. Nə tənbələn, nə median, heç bir məlumatım yoxdur. Və bu balaca xətlərin hər birinin cəmi mənə yekun nəticədə tərəfimi verməlidir. Yadınızda qalsın. Eyni zamanda, əgər ki bu xətlərim, yəni bərabər yanında qeyd etdiyim kimi, hündürlüyü olarsa, onda mənim bu balaca hündürlüklərimin cəmi də mənə böyük hündürlüyü verməlidir. Bu da belə yadımızda qalsın. Baxın, bərabər tərəfli üçbucaqla bağlı qeyd elədiklərimi yadda saxlayın ha. Bir də görürsünüz, şərt olaraq elə imtahana bu suallar düşür. Gələk çıxaq düzbucaqlı üçbucağa. Nəhayət. Uşaqlar, düzbucaqlı üçbucaqda imtahana düşsə qorxmayın. Bilin ki, asandır. O sırada düşən sual. Qorxmayın amma. Biraz qorxun. Deməli, düzbucaqlı üçbucağımı çəkdim. A, B, C qeyd edirəm. Bura olsun 90 dərəcə. A, B, C. Deməli, A və B mənim adlanır katetlərim. C adlanır hipotenuzum. Hipotenuz. Gəlin yazım, siz də qeyd edin. Aha. Uşaqlar, daxili, üçbucağın daxili bucaqların cəminin 180 olmağından alıram ki, onda alfa üstəgəl bettan burada nə olmalıdır? 90 dərəcə. Çünki bir dənə 90'ım var, bir 90'ım çatışmır da uşaqlar. Bərabər Pifagor teoremi var. Pifagor teoremi odur ki, hipotenuzun kvadratı bərabərdir. Yan tərəflərin kvadratları cəminə. Düzdür, bunu da bildik. Bax, ən asandı budur. İndi gəlin biraz burada hündürlükdən, mediandan, tənbələndən danışaq. Məsələn, düzbucaqlı üçbucağımızı çəkək. Bu dəfə əyri çəkək. Yəni, elə bir ki, biraz 90 dərəcə fırladılmış halda çəkirəm. Bu mənim düzbucaqlı üçbucağımdır. Baxın, düzbucaq təpəsini qeyd edirəm. Bax, düzbucaq. Aha. Düzbucaqlı üçbucağım olsun və burada bir dənə H hündürlüyü çəkilsin. Baxın, bu H hündürlüyümdür. Və tərəflərimi qeyd edirəm A, B və bu H bunu M və N olaraq hissələrə bölür. Bu nə deməkdir? Uşaqlar, birdən bax sualda deyər ki, A katetinin hipotenuz üzərindəki proyeksiyası, hipotenuzun budur da C-dir. Bunun hipotenuz üzərindəki proyeksiyası hündürlüyə qədər hissədir. Bax, A-nın proyeksiyası M-dir. B-nin proyeksiyası da N-dir. Artıq bu düstur mənə nəyə lazım ola bilər? Qeyd edirəm. Düz bucaq təpəsindən çəkilən hündürlük, yəni H kvadrat bərabərdir. M vurulsun N-ə. Eyni zamanda A kvadratın bərabərdir. A-nın proyeksiyası nədir? M. M vurulsun hamısı, yəni C. Ya da ki, M üstə gəlinsin N. B kvadrat bərabərdir. N vurulsun, yəni öz proyeksiyası vurulsun, yenə deyirəm hamısı. M üstə gəlinsin N. Nisbət olaraq da qursaq, A kvadratının B kvadratına nisbəti bərabər olmalıdır. M-in N-ə nisbətinə. Bu kvadratik münasibəti düzgün yadda saxlayın. Gedib səhv yazırsınız sonra. Topluda var bu suallar. Və bir xassəmizi də qeyd edərik. 1 bölünsün H kvadratı bərabərdir. 1 bölünsün yan tərəflərlə uyğunlaşdıran 1 böl A kvadrat üstə gəlinsin 1 böl B kvadratı. Ondan sonra həmçinin düzbucaqlı üçbucaqda hündürlüyün başqa bir düsturu da var. Hündürlüyün düsturunun biri A vurulsun B bölünsün C. Yəni aşağıda yazdığımdan gəlir çıxır onsuz ona. A vur B böl C-yə bərabərdir hündürlük. Ondan sonra başqa qeyd edə bilərəm burada nələrdən. Artıq dərəcələrlə uyğunluğa gedək çıxaq onda. 30, 60, 90, 45, 45 qaydası. Gəlin baxaq. Düzbucaqlı üçbucağımı çəkirəm. %90 dərəcəmi də qeyd edirəm. Baxın, bu hissəmi versin 30 dərəcə, bu hissəmi versin 60 dərəcə. Onlar da 30 dərəcə qarşıdakı katetim bir A olsun. Onda mənim hipotenuzum qayda 2A olmalıdır. 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni 2A-dırsa A-dır. 60 dərəcə isə digər katetin kök 3 mislidir.
Əgər bu bərabər yanlı düzbucaqlı üçbucaq olarsa, yəni 45-45 olarsa, yanları bərabər olmalıdır axı oturacaq bucaqları. Onda mənim tərəflərim bərabər olar, düzdür, bərabər yanlıdır. Hipotenuzum da olar kök 2a. Bu da belə. Sonra bəzi Pifaqor ədədləri var, uşaqlar. Onları yadda saxlasanız çox yaxşı olar. Məsəl üçün 3, 4 gəlir çıxır 5-ə, 8, 6 gəlir çıxır 10-a, 12, 9 gəlir çıxır 15-ə və s. Yəni bunları da öyrənsəz yaxşı olar. Sonra bərabər yanlı, baxın burada qaldıq. Bərabər yanlı düzbucaqlı üçbucaq haqqında nələr qeyd eləyərəm? Bərabər yanlı düzbucaqlı üçbucaqda çəkilən hündürlüyüm, bir haşım olsun. Hündürlüyüm hipotenuzun yarısıdır. Niyə? Çünki uşaqlar, bərabər yanlı üçbucaqda hündürlük bərabərdir mediana, o da bərabərdir tən bölənə. Düzdür? Ümumiyyətlə düzbucaqlı üçbucaqda üçlük qaydası qeyd edirəm. Düzbucaq təpəsindən bir median çəkilibsə, qarşı tərəfi yarıya bölür. Düzdür? Hipotenuzu yarıya bölür, x bölür. Özü də buna bərabər olur. Yəni bunları əslində m bölür. Deməli, yarı bölür, özü də həmin tərəfə bərabər olur. Bu üçlük qaydasıdır, yadınızda qalsın. Yaxşı, h bərabər hipotenuzun yarısıdır. Başqa da sahə ilə bağlı da yaza bilərik uşaqlar. H kvadratına bərabərdir. Yaxud da sahəm bərabərdir a kvadrat bölü 2, c kvadrat bölü 4 və s. İndi mən onun niyəsini də izah eləyəcəm. Uşaqlar, düzbucaqlı üçbucaqda trigonometrik münasibətlər də var. Mən onu trigonometriya dərsində izahını vermişəm. Gedib oradan baxa bilərsiniz. Gəlin indi üçbucağın sahə düsturları ilə tanış olaq. Bayaqları dedik. Üçbucağın sahə düsturları 2-də 1 AH-dır. Düzdür və s. Məsəl üçün bir dərəcə qeyd olunubsa burada bir alfa dərəcəsi AB olsun. Onda mənim sahə düsturum həmçinin bərabərdir 2-də 1 AB sinus alfaya. Bu da yadda qalsın. Heron düsturu. Gəlin Heronu bir daha qeyd edək. Heron bərabərdir. S bərabərdir kök altında. Perimetr vurulsun. Perimetr çıx A. Perimetr çıx B, perimetr çıx C. Herondan 3 tərəf verildikdə istifadə olunur. Və perimetrim də bərabərdir. Bu perimetrin, yəni yarım perimetrə bərabərdir mənim perimetrim. Ondan sonra düzbucaqlı üçbucaqda sahəni tapmaq üçün nə edərəm? Baxın, düzbucaqlı üçbucaqdırsa, katetləri versin. Mənim sahəm bərabərdir katetlərimin hasilinin yarısına. Ondan sonra bərabər tərəfli üçbucaq üçün danışsam. Bərabər tərəfli üçbucağın sayısı bərabərdir a kvadratı kök 3 bölünsün 4-ə. Bu qədər. Yəni başqa bir şey yoxdur. İndi gəlin danışaq sonuncu bölməmizdən sinuslar teoremi, kosinuslar teoremi və bir də bəzi olimpiyadaya hazırlaşan uşaqlar üçün lazım olacaq teoremləri deyəcəm. Bununla da yekunlaşacağıq. Sinuslar teoremi. Qeyd edirəm. Alfa, beta və gamma. Tərəflərimi də qeyd edirəm. Bura olsun B, A, C. A bölünsün sinus alfa. Baxın, A-nın qarşısı sinus alfadır. A bölü sinus alfa, B bölünsün sinus betaya. O da bərabərdir C bölünsün sinus gammaya. Hərə öz tərəfinə uyğununun sinusunun nisbətinə bərabər olur. Sinusunun nisbətinə. Hər bir tərəfin onun bucağının sinusuna uyğun nisbəti bir-birinə bərabər olur. Deyəsən düz dedim. Bu da yekun nəticədə bərabər olur 2 dənə xaricə çəkilən çevrənin radiusuna. Yadda qalsın. Yaxşı uşaqlar. Bu da belə. Ondan sonra bu bizim sinuslar teoremimizdir. Bəs kosinuslar teoremi nədir uşaqlar? Kosinuslar teoremi çəkdim. Burada alfamı qeyd etdim. BC-mi qeyd etdim. Burada da bir A olsun. Onda mənim A tərəfim bərabərdir. B kvadrat üstə gəlsin C kvadratı. Çıxılsın 2BC kosinus alfaya. Onda mən buradan kosinus alfamı tapsam bərabər olar. B kvadrat üstə gəlinsin C kvadrat çıx A kvadratı tərəfinə uyğunu bölünsün 2BC-yə. Desəz gəlmə, bunu öyrənməyin asan yolu yoxdur. Otur əzbərlə. Sonra başqa bir teoremlərimiz də var uşaqlar. Çeva teoremidir, Stewart teoremidir, Stewart teoremidir, Menelay teoremidir. İndi adlarını deməyəcəm, deyirsiniz gəlmə bu nədir? Siz nə danışırsınız?
1, 2, 3 olaraq qeyd edəcəm. Öyrənməkdə fayda var əslində. Məsəl üçün, yenə deyirəm, bu olimpiyadaya hazırlaşan uşaqlara daha yaxşıdır. Göstə bilmirəm düşür, açığı. Amma olimpiyada suallarında olmalıdır. Bu x olsun, bu da m, n olsun. Düzdür? Onda mənim x kvadratım bərabərdir. B kvadratı vurulsun m, üstə gəlinsin. C kvadratı vurulsun n, bir-birinin tərsi. Və bu da m üstə gəlinsin n, çıxılsın m vurulsun n-ə. Yadda qalsın. Baxın, çarpaz bərabər oldular. Ondan sonra Çeva teoremi. Çeva teoremi istifadə olunur. Topluda var Çeva. Çeva teoremi nədir? Adların yazmaya da bilərsiniz bu arada. Çünki heç mən yazmıram. B, A, C qeyd edirəm. Bir dənə A-dan bir xəttim çəkilsin D-yə. Məsəl üçün AD xəttim olsun. Bir dənə belə CF xəttim çəkilsin. Bir dənə də BY xəttim çəkilsin. Aha, indi nisbətlərimi quraram. Yazaram ki nə? Burada da kəsişirlər. Bax, mənim BD tərəfim, gəlin ya da D-ni birinci yazım ki, rahat görəsiniz. DB-nin DC-yə nisbəti vurulsun YC-nin YA-ya nisbətinə, o da vurulsun, baxın, FA-nın FB-yə nisbətinə və bu bərabərdir 1-ə. Yadda qalsın. Yaxşı. Bu nisbətlərin yekun nəticədə hasili bizə verməlidir 1-i və AD-nin, BY-nin, CF-in median tən bölən hündürlük olması ilə bağlı heç bir məlumatımız da yoxdur. Bu 1. Ondan sonra, yəni nə öyrəndik? Bunların bir-birinə nisbəti yekun nəticədə 1-i verir. Ondan sonra gələk üçüncüyə. Üçüncü teoremim Menelay teoremidir. İstəyən qeyd edə bilər, əgər RF uşaqları varsa burada. Amma bu da düşər ha. Dimdə olmalıydı bu sualda. Mən şagirdlərimlə işləyəndə istifadə etmişəm. Baxın, elə tanış şəkildir bu şəkil. F, A, Y, C, B. Burada da bir dənə D. Düzdür? Yazaram. DB bölünsün DC. Baxın. Çöldəki bölünsün hamısı. Vurulsun YC bölünsün YA. YC'nin YA'ya nisbəti. O da vurulsun FY'nin, AF'in çöldəkinin içəridəkinə nisbəti. AF'in FB'yə nisbətinə. O da bərabərdir 1-ə. Baxın, üç bucaqlarla işlədim də. Bir, bu üç bucaqla işlədim. Baxın. Bir, bu üç bucaqla işlədim. Bir, böyük üç bucağımla işlədim. Yəni, bundan. Düzdürmü? Bir də digər burada yaranan balaca üç bucaqla işlədim. O da budur. Baxın bu. Ümidvaram aydın oldu. Hə, bu da bərabərdir 1-ə. Ən axırıncı, bunun adı dəqiq yadımda deyil, amma Carnot teoremi olmalıdır, amma dəqiq yadımda deyil. Yenə deyirəm. Baxıb deyərəm. Əgər səhv demişəmsə, burada alt yazı olaraq qeyd edəcəm. Carnot idi da, yoxsa deyən görə ingilis dilimi işə salacağım. A, B, C-ni qeyd edirəm. İndi burada, baxın, balaca hündürlüklər əmələ gəlib. Baxın. Balaca hündürlüklər. Yaxşı, bu hündürlüklərlə bağlı nələr bilirəm? Gəlin tərəflərimi də qeyd edim. A, B, C, D, Y, F olsun. Aha, indi yazaram nə? Uşaqlar, mənim bu tərəflərimin kvadratları cəmi A kvadrat, üstə gəlinsin, bax, bir tərəflər. C kvadrat. Üstə gəlinsin, digərdəki tərəfim hansı düşür? Y kvadrat. Bərabər olmalıdır. Digərlərinin kvadratları cəmli B kvadrat, D kvadrat, F kvadrat. Bu da belə yadımızda qalsın. Bu da dimdə inanmıram, amma bəlkə də dimdə də istifadə oluna bilər.
Bu qədər uşaqlar, yəni üçbucaqlardan bu qədər. Ümidvaram ki, sizə köməyi dəyər. Sağ olun.